Ramiz Mehdiyev məsələsi müzakirəyə çıxar, yəni cəmiyyətdə müzakirə olunanda nə bilim biri yazıb ki, kim yazmışdı? Kimsə yazmışdı ki, bəs Azərbaycan Xalq Cəbhəsi partiyası Ramiz Mehdiyevin yəni təsirində olub. Və cəmiyyətdə bu müzakirələrin getdiyi bir vaxtda mən də götürüb bir status yazmışdım ki, bəs Ramiz Mehdiyevin çevriliş planına görə Əli Kərimli yenə də müxalifət lideri olacaqmış. Bu partiyanın üzvləri tökülüşlər mənim üstümə ki, bəs ağızlarına gələni yazdılar və mən bunlar ağzına gələni yazandan sonra öz yazdığım statusu təzədən bir də oxudum. Belə dəqiq oxudum ki, görüm mən nə yazmışam. Yazmışam ki, Ramiz Mehdiyevin çevriliş planına görə yəni hakimiyyətə gəlsəydi. Bəli, Əli Kərimli yenə müxalifət lideri olacaqmış. Və gördüm ki, düz yazmışam, mən. Yəni cəbhəçilər Yəni Əli Kərimli Ramiz Mehdiyevə müxalif qalacaqdı da. Bəli də. Və bunlar məni niyə söylürlər? Mən bunu və götürdüm, dedim ki, bəs mən səhv eləmişəmsə sizdən üzr istəyim. Yazım ki, bağışlayın. Ramiz Mehdiyevin çevriliş planına görə Əli Kərimliyə də hakimiyyətdə yüksək vəzifə veriləcəkmiş. Belə deyim. Təbii ki, Azərbaycan Xalq Cəbhəsi partiyasında mən təmsil olunan və mənim çox yaxın dostlarım var. Bunların hamısı bu statusun mahiyyətini çox gözəl başa düşərək ümumiyyətlə heç bu söhbətə qoşulmadılar. Qoşulanlar da məni telefonla, zənglə dedilər ki, bunlar yəni belədir də, bunların mən bilmirəm uzun illər hakimiyyətlə mübarizəmi, nə bilim təqibmi, təzyiqmi, bunların belə vəhşiləşdirib, elə bil üzlərinin nuru da gedib, əsəbləri pozulub, nədirsə, nə söz başa düşürlər, nə şey. Bax belə bir mənzərə gəlib çıxıb ortaya. Amma ümumilikdə adam haqqında belə deyim də, mən bayaq dedim, mən bu sistemin, idarəçiliyin şuurunu bilirəm, ocaqları bilirəm, o nöqtələri dəqiq bilirəm. Mən yazıçıyam və söz adamıyam. Azərbaycanda da bugün insanların, ayrı-ayrı siyasi çevrələrin, qrupların bir-birləri ilə mübarizəsi də sözlə gedir. Yəni, bir partiya sədri, partiya rəhbəri, mən buradan bəyan edirəm. Yəni, əgər mənlə dalaşmaq istəyirsə, mənə müharibə elan edirsə, yəni, bu özü rüsvay olacaq və əmin olsun ki, özü uduzacaq. Çünki hakimiyyətə iddiası olan bir partiya, yəni cəmiyyətə nə vəd edir? Sən bu gün bir yazıçı ilə bütün ölkənin gözünün qabağında, bütün diplomatik korpusların gözünün qabağında bir partiya, bütün resursları ilə tökülüb bir yazıçı ilə, onun bir cümləsi ilə dalaşırlarsa, yəni bunun özü məğlubiyyətdir. Yəni sən mənə hətta qalib gəlsən də bu məğlubiyyətdir sənin üçün. Buna əmin ol. Mən Azərbaycan iki düşüncə ilə idarə olunur. Ağ düşüncə və qara düşüncə. Məsələn, elə bilirəm ki, bir dəfə bir həbsxanaya getmişdim. Həbsxananın qabağında çoxlu başı yaylıqlı analar var idi, atalar var idi. Öz övladlarının yanına gəlmişdilər. Və təsadüfən orada bir müxalifətçi dostumdan bir hökumət yönlü bir dostum, üçümüz eyni çevrəyə düşdük. Demək, bu müxalifətçi deyir ki, bunların hamısının uşaqlarını şərriflər. Hökumətçi də deyir ki, onların uşaqlarının hamısı cinayətkardır, ona görə tutublar. İndi bunun biri hökumətdir, biri də müxalifətdir də. Mən də dedim ki, valla orada şərrənib tutulanlar da var, amma hamısı da yox da. Bax, mən bu üçüncü düşüncənin təmsilçisiyəm cəmiyyətdə.
Ona görə də məni izləyənlər də, mənə baxanlar da, məni dinləyənlər də bu düşüncədən də çoxdur, hökumətçi düşüncədən. Bu düşüncədən də çoxdur, müxalifətçi düşüncədən. Və bu gün Azərbaycanda o hökumətçi düşüncəni də, müxalifətçi düşüncəni də narahat eləyən mənim düşüncəmdir. Bax ona görə onlar aqressivdilər. Onlar o iki düşüncə var ha. O şəkərlə, bədənlə şəkər xəstəliyi kimi bir-birlərinə öyrəşiblər. Onlar bir-birini heç vaxt öldürməyəcək. Çünki insulini var, pəhrizi var. Onlar uzun illər dalaşıblar, bir-birlərinə öyrəşiblər. Onların bir-birlərinə atdığı daşlar, onların bir-birinə atdığı raketlər heç vaxt bir-birini öldürməyəcək. Elə onlar bizim nə qədər ömrümüz var, və belə gözümüzün qabağında və belə dalaşacaqlar. Bu sistemdir. Bu sistemin şuurudur. Və ona görə bunlar nəyə görə məsəl üçün mənim hansısa azad bir fikrimə, düşüncəmə dərhal hakimiyyətin yanına itələyirlər məni. Çünki mən hakimiyyətin yanında dayanıb bunları tənqid edəndə zəif görünürəm. Amma üçüncü yerdə dayanıb tənqid edəndə güclü oluram. Ona görə onlar məni zorla hakimiyyətin yanına itələyirlər. Yox, get oradan dur bizi tənqid elə. Sən zəif ol. Bax, söhbət budur. Bunlar İlqar Məmmədovla, bunlar Tural Abbaslı ilə, bunlar Aslan İsmayılovla mənim materialımı səhv salıblar. Bunlar başa düşürlər ki, ağılları gedib onlara da. Hakimiyyət, məsələn, İlqar Məmmədovun vaxtı ilə böyük ictimai nüfuzu var idi. Düzdür. İlqar Məmmədovla hakimiyyət arasında danışıqlar oldu. İlqar Məmmədovun partiyası hakimiyyət Milli Məclisdə təmsil olundu və bütün bu danışıqlardan sonra İlqar Məmmədovun əli, qolu, dili, ağzı bağlandı, atıldı cəbhəçilərin qabağına. Ki biz bunu bağlamışıq. Əlin, dilin, qolun, ayağın. Siz bunu darmadağın eləyin. Onlar da töküldülər. İlqar Məmmədov bütün ictimai nüfuzdan, hörmətdən saldılar. Tural Abbaslı hakimiyyətlə bir danışığa getdi. Onun partiyasının ofisi var, nə bilim, və bəlli bir sərhədlər daxilində fəaliyyətə başladı. Yəni əli, qolu, dili, ağzı bağlandı. Bu indi o həmin hakimiyyət həbs olunur da, başa düşürsünüz. İndi mən gəlirəm də sistemin oyunlarına. Və atıldı bu şeylərin qabağına, bu nə bilim, Azərbaycan Xalq Cəbhəsi partiyasının qabağına ki, biz bunun da əlin, qolun, dilin, ağzını bağlamışıq. Bu nə siyasi məhbusları müdafiə eləməyə azadlığı var, nə ümumiyyətlə Azərbaycanda problemlərdən falan danışmaq azadlığı yoxdur. Siz bunu rahatlıqla darmadağın eləyə bilərsiniz. Cəbhəçilər də töküldü bunlar ictimai nüfuzdan, hökumətə satılıb, hökumət sındırıb, nə bilim nə. Bu hökumət bunları satın alır, bir-bir atır sənin qabağına, sən də bunu parçalayırsan, ət maşınından keçirirsən və özünü güclü hesab eləyirsən, ana müxalifət hesab eləyirsən. Bu güc deyil, bu hakimiyyətin, sistemin sənə verdiyi funksiyadır. İndi sən kəraməti İlqar Məmmədovla, Aslan İsmayılovla, onunla, bundan səhv salma. Kəramət nə o qədər axmaq adam deyil ki, gedə kiməsə azadlığını kiməsə verə. Nə də bu ölkədə o qədər axmaq adam yoxdur. Elə bir axmaq adam yoxdur ki, gələ kəraməti satın ala. Düşünün, kəramət bu gün hakimiyyəti də tənqid eləyə bilir, ən sərt şəkildə tənqid eləyə bilir. Tutulan siyasi məhbusları da müdafiə eləyə bilir. Ona görə də. Yəni məni başqaları ilə səhv salmasın. Mənim sizlə dalaşmaq niyyətim yoxdur. Partiyasınız gedin, əlbəttə mən sizi bu ölkədə ən çox sizi müdafiə eləmişəm. Ofisinizi alıblar, demişəm, mən ofislərimi verin. Pasportunuzu alıblar, demişəm, pasportlarımı verin. Tutublar, müdafiə eləmişəm. Ayıb deyil, bütün ölkənin, bayaq dediyim üçün xalqın, demək ki, səhv eləmirsən də. Diplomatik korpusların gözünün qabağında tökülmüsünüz bir yazı, küçədə kitab satan bir yazıçının üstünə. Onun deyir, hökumətin adamıdır, Elmlər Akademiyasının qabağında yoxsa onu kitab satmağa qoymazlar. Balaca bir avtobusdur, qırmızı bir avtobusdur. Üstünə də böyük çöl yazmışam. Bu böyük çöl girib o balaca yerin içinə. Bunu da ona çox görürlər. Bunlar Azərbaycanı bir yazıçının küçədə öz kitablarını sata bilməyəcək qədər pis bir ölkə kimi görürlər. Yəni elə bir ölkə kimi təsəvvür edir, görmək istəyirlər. Azərbaycanı elə bir ölkə kimi görmək istəyirlər ki, qoy bir yazıçı, azad bir yazıçı
küçədə öz kitablarını da sata bilməzsən. Başa Azərbaycanı Türkmənistan kimi görmək istəyirlər bunlar. Yəni bax söhbət də budur, məsələ də budur. Yəni sən orada gedib WhatsApp qruplarında, nə bilim, partiyadan əmr gələn kimi WhatsApp qruplarında, nə bilim, o troll saxta profillərlə girib məni söyməklə, nə bilim, orada məni təhqir eləməklə, heç nə, nə oldu da ildə hər 2 aydan bir kəramət böyütülü satqın çıxar. Da yenə o gün yazmışam, paylaşıb ki, yenə hökumətə satıldım. Siz nə deyirsən, adamın üzünə baxanda, gözlərinin içinə baxanda, sən görmürsən o adam kimdir, nədir? Siz bir yazıçının neçə ildir Elmlər Akademiyasının parkında nə işlə məşğul olduğunu hələ də müəyyənləşdirə bilməmisiniz. Özünüz də siyasi iddia qoyursunuz ortaya. Siz o anda Texniki Universitetin qabağında bir kitab mağazası icarəyə götürmüşdüm. Yadına gəlir. Bəli, gəlmişəm, doğru gəlmişəm. Sonra mən o icarəni verə bilmədim deyə töküldülər üstümə ki, hakimiyyət kəramətə kitab mağazası verib. Mən axırda o icarəni verə bilmədim deyə bağladım da ta ki, nə oldu? Biriniz çıxdınız, üzr istədiniz. Biriniz çıxdınız, üzr istədiniz ki, kəramət bağışda sənə şər atmışıq, böhtan atmışıq. Hakimiyyət demişik ki, ona kitab mağazası verib. Üzr istəmədi. İndi də tökülmüsünüz ki, bəs hakimiyyət ona kitab avtobusu alıb. O kişi, mən o kitab avtobusunu 4000 manat bir diş həkimi dostumdan borc almışam. Borc. 6000 manat da başqa bir kitabımı alan bir adamdan borc almışam. İkisinin də adını deyə bilərəm burada. Vüqar və Bulus. Və hələ diş həkiminin borcunu vermişəm, o kitabımı alan oxucumdan aldığım borcu verməmişəm. Səs romanımı Fərman adlı Qazaxlı bir kişi var, onun mətbəəsində nisiyə çap eləmişəm. Hələ onun pulunu verməmişəm. Fərman mesaj yazıb ki, qardaş, nə vaxt ödəyə bilərsin? Mənim həyatım bu cür çətinliklər, bu cür ehtiyac içində keçir. Və mən tüm illərdən bəri soyuq demədən, isti demədən, yay demədən, qış demədən Elmlər Akademiyasının qabağında kitablarımı satıb, bu gün də həmin kitabların satdığım pulu ilə yığıb borcları qaytararaq ora bir avtobus alıb qoymuşam. Oturub içində kitab satır. Və siz tökülmüsünüz bütün Azərbaycanda özünə müxalifət deyən o çevrə adamları ki, nə bilim nə, bir yazısının üstünə.